Hamınıza salamlayıram. Yenə də bəxtiyarlıq qaydaları haqqında vəz silsiləsini davam edirəm. Bugün biz 4-cü bəxtiyarlıq qaydası, maddə 5-ci fəsil 6-cı ayəni araşdıracağıq. Amma istəyirəm 1-ci ayədən oxuyum ki, öncə nə yazıldığını və artıq sizin də araşdırdığımız o 3 bəxtiyarlıq qaydalarını xatırlayaq. Deməli, maddə 5-ci fəsil 1-dən 6-yacan. İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri onun yanına gəldi. İsa danışmağa başlayıb onlara öyrədərək dedi: Nə bəxtiyardır ruhən yoxsullar, çünki səmavi padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar, çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər, çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salihlik üçün acıb susayanlar, çünki onlar doyacaq. Amin. Maddə 5-ci fəsildən 7-ci fəsiləcən dağüstü vəz yazılıb. Çünki İsa Məsih dağın üstündən danışırdı, ona görə belə adlanır. Və bu, Rəbb İsa Məsihin təlimidir. Rəbb əhdi cədiddə dediyi ilk böyük vəzdir. Ümumiyyətlə, maddanın mərkəzi mövzusu və məqsədi Məsihi padşah kimi təqdim etməkdir. Öz kitabında madda dəfələrlə Məsihi padşah olduğunu vurğulayır. Kitabın əvvəlində o, Məsihin padşah nəslindən gəldiyini, onun soykökünü padşah Davuddan başlayaraq sadalayır. Sonra onun doğulmasını təsvir edərkən, münəccimlərin padşaha layiq hədiyyələrlə ona səcdə etməsini göstərir. Yazdadırsa, onlar yeni doğulmuş padşahı axtarırdılar və soruşurdular ki, Yahudilərin anadan olmuş padşahı hardadır? Elə bu həftələrdə bütün dünyada məsihçilər Milad bayramını, yəni İsa Məsihin doğuluşunu qeyd edirlər. Bu, məsihçilər üçün və şəxsən mənim üçün ən böyük bayramdır. Bu, bütün kainatın padşahının insan cildində yer üzünə gəlişinin bayramıdır. Və hamınızı bu münasibətlə təbrik edirəm. Daha sonra maddə padşah haqqında olan əhd-i ətiqdə yazılmış peyğəmbərliklərin İsa Məsihdə yerinə yetirməsindən danışır. Və dedim ki, maddanın məqsədi Məsihi padşah kimi təqdim etməkdir. Beləliklə, 5-ci fəsilə gəldikdə o, padşahın sözlərini və ya padşahlıq bəyanatını təqdim edir. Yəni, padşahın onun padşahlığı haqqında olan həqiqətləri təqdim edir. Bəs onun padşahlığı necədir? Biz görürük ki, onun padşahlığı ruhanidir, yəni bu dünyadan deyil. Və onun xüsusiyyətləri də ruhani xüsusiyyətlərdir. Beləliklə, biz bu padşahlığın ruhani təsvirini burada oxuyuruq. Və bu padşahlığa daxil olacaq şəxslərin ruhani təsvirini oxuyuruq. Məsih öz padşahlığında onunla birlikdə olacaq şəxslərin keyfiyyətlərini burada təsvir edir. Və dağüstü vəzin ən sonunda maddə 7-ci fəsildə 28-29-cu ayələrdə deyilir. İsa bu sözləri bitirəndə xalq onun təliminə təəccübləndi. Niyə? Çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Yəni, təkcə onun sözləri padşah sözləri deyildi. Həm də onun danışıq tərzi, onun padşah olduğunu göstərirdi. O, səlahiyyət sahibi kimi danışırdı. Çünki kiminsə sözlərini yox, öz ilahi sözlərini deyirdi. Bəxtiyarlıq qaydaları bu, Məsihin padşahlıq bəyanatıdır. Burada Məsih öz vəzində bizə orada hansı xoşbəxtliyin gözlədiyini, hansı bəxtiyarlığı təklif etdiyini və bu padşahlıqda kimlərin olacağını deyir. Məsih bilirdi ki, insanlar xoşbəxtlik axtarırlar. İnsanlar bəxtiyar olmaq,
xoşbəxt olmaq istəyirlər. Onlar həyatın mənasını tapmaq və sevinc istəyirlər. Yəni bu hər insanın istəyidir. Və buna görə də o insanlara burada xoşbəxtlik təklif edir. Amma Rəbbimiz həqiqi xoşbəxtliyi, həqiqi bəxtiyarlığı təklif edir. Və bu növ bəxtiyarlıq yalnız onun padşahlığına aid olanda mümkündür. Bunlar onun padşahlığı haqqında olan həqiqətlərdir. İndi isə gəlin 6-cı aya, yəni 4-cü bəxtiyarlıq qaydasına baxaq. Nə bəxtiyardır salihlik üçün acıb susayanlar. Çünki onlar doyacaq. Burada çox güclü istəklərdən danışılır. O, içimizdəki olan ehtiraslı bir qüvvədən danışır. Bunlar aclıq və susuzluqdur. Bu iki ən güclü bədən ehtiyaclarıdır ki, onlar burada insanın ruhani istəklərini izah etmək üçün istifadə olunur. Aclıq və susuzluq bu fərqli hisslərdir, amma hər ikisi də çox güclü istəklərdir. Bunlardan birini nə vaxtsa hiss edən şəxs bu hisslərin nə qədər əzab verici olduğunu bilir. Və əgər hər ikisində birdən olursa, bu çox güclü, narahat edici, qorxunc və qarşısı alınmaz hissə çevrilir. Bu yaxınlarda mən Elon Musk'ın müsahibəsinə qulaq asırdım və o deyirdi ki, təxminən 20 ildən sonra süni intellekt və robototexnika o qədər inkişaf edəcək ki, insanların heç işləməsinə ehtiyac qalmayacaq və hər şey bol olacaq. İnsan düşündüyü hər şeyi əldə edəcək. Yəni, qida və aclıq problemi olmayacaq və hamının istədiyi qədər yeməyi olacaq. Amma bu bir gələcəkdir və nəyin necə olacağını yalnız Allah bilir. Və bunun bizdə burada da olacaq, heç sual altındadır. Amma hətta bugün də doğrusunu desək, Rəbbə şükürlər olsun ki, yəni biz yeməkdə ehtiyac yaşamırıq. Yəni bir çox şeyləri biz əldə edə bilirik. Yəni düzdür, biz hər gün qara ikra yemirik, amma yəni aclıqdan da ölmürük. Və məncə aramızda həqiqətən çox güclü aclıq və susuzluq hissini yaşayanlar məncə azdır. Yəni biz burada yazılan o hissləri yaşamamışıq. Oruç tutanlar günün sonunda aclıq və susuzluğu hiss etməyə başlayırlar. Amma hətta bu hisslər də burada bəhs olunan hissləri tam təsvir etmir. Amma o dövrlərdə, yəni eranın əvvəlində, yəni bu sözlər deyiləndə güclü aclıq və susuzluq hissi, yəni əsl ac və susuz qalmaq demək olar ki, çox adam üçün tanış idi. İnsanlar günlərlə və həftələrlə yemək yeməyə bilərdilər. Əgər səhrada səyahətdə olsaydın, günlərlə ac qala və ya susuz qala bilərdin. Və ya müharibələr, ölkədə qıtlıq olanda bütöv şəhərlər və ölkələr aclıqdan qırılıb yox ola bilərdilər. Elə hallar olub ki, insanlar aclıqdan hətta öz uşaqlarını da yeyiblər. Yəni, bu hiss o qədər güclü hissdir. Bu sözlərin orijinalını insanın artıq aclıqdan və susuzluqdan ölmək üzrə olduğunun mənasını verir. Yəni, bu hisslər bu qədər güclüdür. Əgər bu sözlərin orijinaldakı qrammatikasına baxsaq, onlar davam edən zamandadır. Yəni, bu hisslər heç vaxt bitmir. Bu davamlı bir hissdir. İnsan heç vaxt doya bilmir. Bu hisslər heç vaxt keçmir. Bəs onlar nəyə acıb susayırlar? Məsih deyir ki, salihlik üçün acıb susayanlar. Bu həftələrdə biz dediyim kimi Milad bayramını qeyd edirik. 2000 il əvvəl Allahın vahid oğlu İsa Məsih insan kimi yer üzünə gəldi. O, kamil bir uşaq idi. Və o böyüdü və o
bizim heç vaxt yaşaya bilməyəcəyimiz salih bir həyat yaşadı. Amma günahı sevən və buna görə də salihliyə nifrət edən dünya Məsihi rədd etdi və çarmıxa çəkdi. Çarmıxda Məsih təkcə fiziki ağrıya və insanların təhqirinə deyil, həm də o atanın qəzəbinə dözdü. Məsih ona iman edənlərə salihlik hədiyyəsi təklif etmək üçün günahlarımız səbəbindən bizim layiq olduğumuz qəzəbi öz üzərinə götürdü. Romalılar 3-cü fəsil 21-dən 26-cı ayəcan oxuyacağım. Amma indi qanuna bağlı olmayaraq Allahdan gələn salihlik zahir olub. Buna qanun da, peyğəmbərlərin yazıları da şəhadət edir. Allahdan gələn bu salihlik İsa Məsihə iman vasitəsilə ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub. Və onun lütfü ilə də Məsih İsa'da satın alınmağa nail olaraq bir hədiyyə kimi salih sayılır. Allah İsa'nı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları onun qanı vasitəsilə bağışlansın. Bunu öz salihliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. Bunu etdi ki, indiki zamanda salihliyi zahir etsin. Beləcə, özü ədalətli olsun, İsa'ya olan imana əsaslananı da salih saysın. Amin. Bu mətndə Paul göstərir ki, Allah bizə xilas yolunu verir. Və bu yol qanunun icrasından asılı deyil. Halbuki qanun və peyğəmbərlər özləri də buna əvvəlcədən şəhadətlik edir. Və bütün insanların eyni dərəcədə lütfə ehtiyacı var. Çünki hamı günah edib və Allahın izzətindən məhrum olub. Və heç kim öz əməlləri ilə salih ola bilməz. Və Allah öz lütfü ilə təmənnasız bəraət verir insanlara. Bu, Məsihin qurbanı ilə satın alma sayəsində mümkün oldu. Məsih kəffarə qurbanı oldu və onun qanı Allahın ədalətini qarşılayır. Ancaq iman vasitəsilə insan günahların bağışlanmasını qəbul edir. Allah Məsihdə öz salihliyini göstərmək üçün səbr göstərdi. Beləliklə, Allah eyni zamanda həm salih hakim qalır, həm də İsa'ya iman edən hər kəsə lütfü ilə bəraət verir. Və bu bəraət yalnız Məsihə iman vasitəsilə verilir. Rəbb insana salihliyi bəxş edir. Və insan bu salihliyi səmimi qəlbdən arzulamalıdır. Onun üçün bütün qəlbi ilə acıb susamalıdır. Yahya 6-cı fəsil 35-ci ayədə yazılıb. İsa onlara dedi, həyat çörəyi mənəm. Mənim yanıma gələn heç vaxt acmaz. Mənə iman edən heç vaxt susamaz. Və 51-ci ayədə davam edir. Göydən enmiş canlı çörək mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayır. Dünyanın həyatı üçün verəcəyim çörək öz ətimdir. Amin. Xilas və salihliklə doymaq ancaq İsa Məsihdə mümkündür. Bilirsiniz, insan Allah qarşısında günahkar olduğunu dərk edəndə o rahatlıq tapa bilmir. Allahın ruhu ona göstərir ki, hamı günah edib və Allahın izzətindən məhrum olub. Və elə həmin ruh onu Allaha barış üçün susamağa vadar edir. Və insan sakitləşə bilmir. O, salihlik üçün acıb və susayır.
Amma dünyavi insan deyir ki, mən onsuz da yaxşı insanam və inanıram ki, Allah məni cənnətə qəbul edəcək. Və yaxud ümumiyyətlə heç Allahın qarşısında bəraət qazanmaq istəmirlər. Bəziləri isə Allahın qarşısına bəraəti və salihliyi öz gücü ilə qazanmaq istəyirlər. Onlar özlərini xilas etmək gücündə olmadıqlarını etiraf etmək əvəzinə əməllərlə salihliyi və xilası qazanmağa çalışırlar. Amma bizim xilas üçün yeganə ümidimiz günahlarımız üçün verilmiş Məsihin qurbanıdır. Allah Məsihi dirildəndə Məsihin insanlar üçün verdiyi qurbanı qəbul etdi. Romalılar 4:25-də deyilir: İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim salih sayılmağımız üçün dirildi. Amin. Amma elə də olur ki, hətta bəzi imanlılar belə salihlik üçün acıb susamırlar. Çünki onlar özlərini artıq tam salih və kamil hesab edirlər. Bu yaxınlarda bir söz oxudum. Deyir ki, salihliyə ən çox ehtiyacı olan kəs, onu ən az arzulayan kəsdir. Hətta Həvari Paul belə Romalılar 7-ci fəsildə özü haqqında belə danışır. Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır. Çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm. Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. Necə də yazıq insanam. Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər? Yəni, heç Həvari Paul belə özünü kamil hesab etmirdi. Əksinə Rəbbin salihliyinə ehtiyacı olduğunu etiraf edirdi. Bəs biz özümüzdə günahlarımızı görürükmü? Yoxsa biz özümüzü o qədər salih, kamil sayırıq ki, hamını səhv və yetkin olmayan sayırıq, amma özümüzü isə ancaq hər şeydə düz və yetkin sayırıq? Ancaq başqalarda səhv axtarırıq, amma öz ürəyimizə və həyatımıza heç baxırıqmı? Sual yaranır ki, sən ümumiyyətlə salihlik üçün aclıq və susuzluq hiss edirsənmi? Yəni ki, nə vaxtsa salihlikdə ehtiyac duyurdun. Amma bəs indi necə? Bilirsiniz, Musa Peyğəmbər Allahın izzətini görmüşdü. O, yanan kolda Allahın izzətini gördü və Allah ona dedi ki, ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır. O, Misirdəki möcüzələrdə və bəlalarda Allahın əlini görmüşdü. Allah qırmızı dənizi yaranda, o Allahın gücünü gördü. Onlar səhrada hərəkət edərkən, Allah onları göydə alov və bululla yönəldirirdi. Allahın əmri ilə o, hüzur çadırını quranda Allahın izzəti ora indi. Allah onu dağa apardı və onunla söhbət edirdi. Və sonra Allah öz barmağı ilə yazılmış 2 şahadət daş lövhəsini Musaya verdi. Dağdan aşağı inərkən bu Musaya yenə də kifayət etmədi və o Allaha dedi ki, izzətini mənə göstər. O aşağı düşəndə Allahın izzətindən onun üzü nur saçırdı. Sonra o yenidən dağa qalxdı, yenidən Allahın izzətinə baxdı və sonra aşağı indi. Sonra yenə qayıtdı. O Allahın izzətindən, onun huzurundan doya bilmirdi. Allahın ürəyincə olan Davud öz həyatında Allaha görürdü və onu tanıyırdı. Allah onu qoruyurdu, onun qayğısına qalırdı. Allah ona rəhbərlik edirdi, onu yönəldirdi. Və o deyirdi ki, bütün ömrüm boyu Rəbbin evində yaşayacağım. Amma bu ona kifayət etmirdi. O deyirdi,
Ey Allah, mənim Allahım sənsən. Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm. Yəni, deməyim odur ki, salihlik üçün aclıq və susuzluq insanda daim olmalıdır. O, bu həyatda bitməməlidir. Sən neçə il imanlı olursan olsun. Bu daim olmalıdır. Bilirsiniz, sağlamlığın ən vacib göstəricilərdən biri aclıqdır. İnsan özünü pis hiss edəndə və həkimə gedəndə, həkim çox vaxt soruşur ki, sizin iştahınız varmı? İnsan xəstələndə və iştahı kəsiləndə, bu o deməkdir ki, onun vəziyyəti pisdir. Fiziki aclıq bizim fiziki sağlamlığımızı göstərdiyi kimi, ruhani aclıq da ruhani sağlamlığımızı göstərir. O, hətta bizim ruhən sağ olub olmadığımızı göstərir. Çünki ölü insan yemək istəmir, içmək də istəmir. Çünki əgər sən ruhən ac və susuz deyilsənsə, deməli sən ya ruhən yatırsan, ya ölümcül xəstəsən, ya da artıq ruhən ölmüsən. Bəs necə bilmək olar ki, sən salihlik üçün acıb susuyursan ya yox? Və ya sən başqa dəyərlər üçün acıb susuyursan? 1. Yahya 2. fəsil 15-dən 17-yə. Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda atadan olan məhəbbət yoxdur. Çünki dünyada olan hər şey, cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür atadan yox, dünyadan gəlir. Dünya və ondakı ehtiraslar keçib gedir. Amma Allahın iradəsinə əməl edən əbədi qalır. Bəs siz nə üçün aclıq hiss edirsiniz? Var dövlət üçün, ya şöhrət üçün, yoxsa təriflənmək üçün, ya insanların sizə paxıllıq eləmələri üçün və ya keyf üçün. Yoxsa siz doğrudan da salihlik üçün aclıq və susuzluq hiss edirsiniz. Allahın padşahlığına aid olanlar salihlik üçün aclıq və susuzluq hiss edir. İsa Məsih deyir, insan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar. İnsan həqiqətən ruhən doğulduqda, onun üçün Allahın kəlamını oxumağı arzulamaq, yəni təbii bir haldır. İman etməmişdən qabaq, insanlar kəlama qarşı laqeyd olurlar. Adətən onlar onu oxumaq, öyrənmək və ya ona əməl etmək istəmirlər. Amma ruhən doğulduqda, kəlam onların qidasına çevrilir. Davud kimi onlar da deyir, qanunu nə qədər sevirəm. Həmişə onun üzərində dərindən düşünürəm. Siz də kəlamı oxumağı hər zaman arzulayırsınızmı? Kəlamı tez-tez oxuyursunuzmu? 1. Peter 2. fəsil 1-2-də yazılıb. Beləliklə hər cür pisliyi, hiləni, ikiyüzlüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın. Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. Yəni, ruhani süd bu Allahın kəlamıdır. Salihliyə acıb susayan kəs kəlam üçün də acıb susayır. Və insan salihlik üçün acıb susayanda, bu onun həyatında və əməllərində də özünü göstərir. Yəni, salih əməllər əlbəttə ki, xilasın vasitəsi, yəni səbəbi deyil. Biz imanla xilas oluruq. Amma onlar diri imanın bəhrəsidir və göstəricisidir. Çünki salih əməlsiz iman ölüdür.
Əgər bizim imanımız salih əməllərə susamağa və salih əməllər olan həyat tərzinə gətirmirsə, deməli imanımız diri deyil. Matta 7:21-də Məsih deyir: "Mənə ya Rəbb deyən hər kəs səmavi padşahlığa girməyəcək. Lakin göylərdə olan atamın iradəsini yerinə yetirən oraya girəcək." Davud Zəbur 42-də deyir: "Maral axar sulara həsrət qalan kimi, ey Allah, könlüm sənin həsrətini çəkir. Ey var olan Allah, mənim qəlbim sənin üçün susayıb. Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm." Salihliyə acıb susayan adam artıq bu həyatda da Rəbbin hüzurunda, salihliyin mənbəyi olan Allahın hüzurunda olmaq istəyir. Yəni, dua vasitəsilə, kəlam oxumaq vasitəsilə, xidmət vasitəsilə, ibadətdə olmaq vasitəsilə. Yəni, bunlar bizim salihlik üçün aclığımızın göstəricisidir. Bəs niyə Məsih salihlik üçün acıb susayanları bəxtiyar adlandırır? Yəni, xoşbəxt. Yazılıb, çünki onlar doyacaq. Bir gün biz bu fani bədəni tərk edib Rəblə birlikdə olacaq. Bədənsiz, günahsız. Sonra dirilmə olacaq və biz kamil bədən alacağıq. Artıq onda insanın etirazla baxmayan gözləri olacaq. Yalan və pislik danışmayan dili olacaq. İçində pislik olmayan ürəyi olacaq. Yalnız o zaman biz salih cəmiyyətdə olacağıq. Heç bir qeybət, pis fikir, heç bir gizli niyyət, heç bir yalan, heç bir riyakarlıq, heç bir ayrı seçkilik onda olmayacaq. O vaxt hamı kamil olacaq. Biz əbədi olaraq Rəbbimizlə onun padşahlığında olacağıq. O zaman biz salihliklə dolub daşacağıq. Salihlikdə doyacağıq. Nə şeytan, nə günahlı təbiət, nə narahatlıq ürəyimizdə sülhü və sakitliyi pozmayacaq. Yəni, heç bir şey olmayacaq. Salihlikdə doymaq baxın budur. Əsl bəxtiyarlıq da budur. Amma əvvəlcə sən acmalısan ki, sonra da doyasan. Yəni, orada doymaq üçün sən burada acmalısın. Və əgər salihlik üçün acıb susayırsansa, nə etməlisən? Ancaq İsa'ya bax, ona iman et. Çünki o bizim salihliyimiz oldu. Əgər salihlik istəyirsinizsə, onu yalnız Məsihdə, Allahın vahid oğlunda tapacaqsınız. İştah fiziki sağlamlığın göstəricisidir. Eynisi ruhani sağlamlığa da aiddir. Allah salihliyə ac olan və susayanları bəxtiyar adlandırır. Onlar Allahla daha yaxın münasibətə, Allahın kəlamını daha dərindən dərk etməyə, insanların xilas olmasına və istənilən vəziyyətdə Allahın iradəsinə yerinə yetirməyə susayırlar. Və acıb susadıqları üçün bir gün onlar Allahın hüzurunu və onun padşahlığındakı kamil salihliyi əldə edəcəklər. Amin.